Cənab nazirimiz, cənab prezidentimiz ən çox kütləvi şəkildə ana təbiətimizdə məhv olan xurma ağaclardır. Baxın, kütləvi şəkildə ağacları bu formada kəsirlər. Bax, kiməsə şər böyütan deyil ki bu. Baxın, nümayəndə də gəlir Hirkan Milli Parkın gözətçi vəzifəsində işləyən Talih Rəssam oğlu Abbasov 2 gün əraziliyə yoxlama gələrək budur. Hər şey gizlədir. Baxın, cənab nazir, oxumaya deyir ki, məni sahə rəis götürürlər, mən pratka keçirdirəm. Baxın, bu deyir, pratka buna deyirlər. Kütləvi şəkildə xurma ağacları əlbir olurlar, verirlər kəsməyə. Ana təbiətimiz qan ağlayır. Cənab nazir, mən çoxdan idi çəkilişə çıxmırdım, köməkli eləmirdim, mənə ad qoyurdular. Hətta onların səs yazıları da var, mənə ad qoyurdular. O səbəbdən mən ana təbiətin nəzarət etmirdim. Gördüm ki, ana təbiətimiz kütləvi şəkildə məhv olur. Mənə ad qoyurlar, cənab prezidentimiz, 1-ci xanımımız, Leyla xanım. Mən təbiəti qoruduğum üçün mənə ad qoyurlar. Hətta onların səs yazıları da var məndə. Mənə ad qoyublar, mənə ləkə ad qoyurlar. Baxın, mən qorumasam, dövlətimizə dəstək olmasam, ana təbiətimiz kütləvi şəkildə məhv olur. Mənə dəstək olun. Məni hədəliyirlər. Baxın, məni hədəliyirlər, mənə ad qoyurlar. Mən ana təbiəti qoruyuram. Dövlətimizə köməkli göstərirəm. Çünki təbiət bizim gələcəyimizdir. Allah rəhmət eləsin, ölü öndərimiz deyir. Bir kimsə bir ağacı kəsəndə elə bilirəm mənim balalarımın başını kəsir. O söz mənim gözümün qabağına gəlir. O səbəbdən mən ana təbiəti qoruyuram. Mənə köməkli göstərir.